Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Real TV-nin efirində redaktor öz işinə başlayır. Aparıcı mənəm Kəmalə Mustafayeva, redaktor verilişini isə Dövlət Dil Komissiyası yanında monitorinq mərkəzi Real Televiziyası ilə birgə təqdim edir. Bugün biz tədrisdə Azərbaycan dilinin saflığının qorunmasından danışacağıq. Mövzu ilə bağlı danışmaq üçün qonağımız isə sabah qruplarının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzzağa Nəcəfovdur. Əzzağa, mənim salamlayıram sizi, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Əzzağa müəllim, Azərbaycan dilinin tədrisinə verilən tələblər nələrdir? Azərbaycan dilinin tədrisinə verilən tələblər ilk öncə şagirddə praktiki dil vərdişlərini formalaşdırmaqdır. Yəni bizim cəmiyyətimizdə elə təəssürat yaranıb ki, şagird Azərbaycan dili dərsini orta məktəbdə alarkən o ancaq dilçilik qaydalarını, məsələn, saitlər, samitlər, sözün tərkibi, yaxud da ki, söz birləşməsi və s. haqqında sadəcə təəssürat əldə etməlidir. Yəni, onları bir-birindən fərqləndirməyi bacarmalıdır. Əslində isə bizim əsas məqsədimiz şagirdlərin həmin o dil vərdişlərini tətbiq etmək bacarığını onlarda formalaşdırmaq olmalıdır. Yəni, şagird təkcə saitləri, samitləri bir-birindən seçməməli, eyni zamanda öz nitqində onları düzgün tələffüz etməyi bacarmalıdır. Yaxud da ki, söz birləşməsi haqqında təəssürat əldə eləməməli, dilində söz birləşmələri düzgün işlətməyi bacarmalıdır. Yəni, birinci növbədə bizim məqsədimiz Azərbaycan tədris edərkən öyrənənlərdə düzgün nitq vərdişlərini formalaşdırmaq olmalıdır. Bəs tədris zamanı hansı metodlara əsaslanırsınız və bu metodlar tədrisdə özünü necə göstərir? Tədris zamanı sözsüz ki, hər bir müəllim üç əsas metoda, yəni müşahidə, ümumiləşdirmə və eksperiment metoduna əsaslanmış olur. Yəni, burada ən əsas məsələ özündən qabaqki müəllimlərin, təcrübəli müəllimlərin təcrübəsini öyrənmək. Əgər yeni nəsə həyata keçirəcəksə, onun məqsədə müvafiqliyini dəqiqləşdirmək və tam əmin olandan sonra artıq tətbiq etmək olmalıdır. Bunun üçün də müəllim qarşısında üç sualı qoymalıdır. Nə, necə və niyə suallarını. Əgər nə sualını qoyursa, onun arxasınca niyə sualı gələcək və niyə sualına düzgün cavabı tapa biləcəksə müəllim artıq necə sualına cavab axtarmağa başlayacaq və bu üç sualın düzgün cavabını əldə edən müəllim sözsüz ki, müvəffəq olacaq. Tədris zamanı Azərbaycan ədəbi dilinin normalarına əməl olunurmu? Tədris zamanı sözsüz ki, Azərbaycan dili dərslərində müəllimlər Azərbaycan dilinin normalarına riayət etmək məcburiyyətindədirlər. Amma biz elə düşünməyək ki, yəni orta məktəbdə ancaq Azərbaycan dili yaxud da ədəbiyyat dərslərini tədris edərkən biz Azərbaycan normalarına əməl etməliyik. Əgər düşünsək ki, orta hesabla hər bir şagird orta məktəbdə həftədə 30 saat auditoriya daxil olur və bu 30 saatın cəmi 5 saatı Azərbaycan dili ədəbiyyat fənlərinə deməli ayrılmış olur. O zaman belə düşünməliyik ki, digər müəllimlər də Azərbaycan ədəbi normalarına əməl etməlidirlər ki, şagirdlərdə müəyyən dil haqqında düzgün təəssürat formalaşmış olsun. Yaxud da ibtidai siniflərdə əgər şagird 20 saat dərsə girmiş olursa, bu 20 saatın 15 saatını o, yaxud da 25 saatın 20 saatını o ibtidai sinif müəllimini görürsə və ibtidai sinif müəllimi ədəbi dil normalarından tələffüzündə, danışığında əməl etmirsə, şagirddə elə təəssürat yaranacaq ki, bu doğrudur və artıq onu norma kimi qəbul edəcək. Yəni, biz çalışmalıyıq ki, tədris prosesində ədəbi normalarına əməl edək. Çox təəssüflər olsun ki, bu prosesi həyata keçirən müəllimlərimiz əksər hallarda həmin normalara əməl etmirlər. Məsələn, bir nümunə götürək ki, tarix müəllimi yaxud da coğrafiya müəllimi İngiltərə əvəzinə İngiltərə deyirsə, şagirdlərin bəziləri bunu norma kimi qəbul edir və istər-istəməz onlar da sonradan bunu öz nitqlərində təkrarlamış olurlar. Bəs bu ədəbi normalara riayət olunması məsələsinə daha çox harda fikir verilməlidir? Ailədə, tədris subyektində, yoxsa ümumən cəmiyyətin özündə? Yəni, problem hardadır? Sözsüz ki, biz deyə bilərik ki, əsas məsələ məktəbdədir. Amma məktəbdən qabaq gəlin danışaq, biz yəni hər bir insan haqqında danışanda o fərdin bir cəmiyyətin parçası olduğundan söhbət açırıq. Cəmiyyətin də balaca modeli ailədir. İlkin olaraq dil haqqında ilkin bilgiləri şagirdlər hələ məktəbə getmədən öncə, hətta bağçaya getmədən öncə ailədə alırlar. Yəni valideynlərin danışığı şagirdlərin, yəni gələcək şagirdlərin dil qabiliyyətini formalaşdırmış olur.
Yəni çünki ilk təəssürat axı ailədə alınır. Əgər biz uşaqla danışanda uşaq sözlərindən istifadə eləyiriksə, pəpə, əppək, oppa bu kimi sözlərdən istifadə eləyiriksə, yaxud da bilə-bilə uşaqla danışanda sözləri incələşdirilmiş formada deyiriksə, gedək əvəzində dedək formasında istifadə eləyiriksə, uşaqlarda artıq müəyyən bir dilemma yaranmış olur ki, bunların hansı daha doğrudur? Məsələn, televiziyada o gedək eşidir, amma onunla danışanda məhz dedək deyirlər və bu da gələcəkdə şagirdlərin nitqində problemlərə yol açmış olur. Cəmiyyətdə də böyük problemlər var. Cəmiyyətdə əgər bizi əhatə edən mühitdə doğma ana dilimizi görə bilmiriksə, məsələn, bizi əhatə edən müəssisələrin adlarında Azərbaycan sözlərinə rast gələ bilmiriksə, yaxud da Azərbaycan sözlərinin bəziləri başqa şəkildə istifadə olunursa, avtobusda, metroda, yəni ictimai nəqliyyatda, reklamlarda Azərbaycan dili qaydalarından düzgün istifadə olunmursa, bu problemləri biz cəmiyyətdə də axtara bilərik. Amma sözsüz ki, cəmiyyətin hər bir üzvü, yəni bugün Azərbaycanda elə bir ailə başçısı tapmaq olmaz ki, heç olmasa 11 illik orta savadı olmasın. Deməli, məktəb çox şeyə qadirdir. Məktəbdə biz çalışmalıyıq ki, dil haqqında ətraflı bilgi verək və təkcə bilgini verməklə kifayətlənməyək, müxtəlif deməli, təsir edici vasitələrlə dilin düzgün tətbiqinə nail olaq. Və bu zaman məzun olan şəxslər artıq hansı sferada çalışmasından asılı olmayaraq dildən düzgün istifadə eləmiş olacaqlar və cəmiyyətimizdə də düzgün norma tətbiq olunacaq. Ailə başçıları olan gənc analar, gənc atalar dilimizdən doğru istifadə edəcəklər və bu zaman biz doğru danışacağıq. Əziz ağa müəllim, siz bayaq qeyd elədiniz ki, şagirdlər yanlışları əzbərləyirlər, bunu norma kimi qəbul edirlər. Zamanın da fərqi varmı sizcə? Məsələn, bir neçə il öncə insanlar sanki daha təmiz danışırdılar. Bugün informasiya çox olduğu üçün bəlkə də ola bilərmi şagirdlərin də, uşaqların da danışığında Azərbaycan dili normalarına riayət etmək məsələsi biraz çətinləşir? Sözsüz ki, hər dövrün gözəl bir söz var ki, yəni bir çaya 2 dəfə daxil olmaq mümkün deyil. Yəni zaman axır gedir. Və hər dövrün də öz insanı var. Əgər biz bu gün mətbuatı götürsək, 90-cı illərdə çıxan mətbuatla indiki mətbuat arasında, yaxud da ki, Sovet dövründə çıxan mətbuat ilə indiki mətbuat arasında böyük bir fərqi görmüş olarıq. Dilimizə hər gün yeni söz daxil olur, yeni normalar meydana gəlir, yəni bizim özümüzdən asılı olmayaraq. Ona görə də hər dövrün öz dil tələbləri meydana çıxır. Bu dil tələblərinə, yəni normalara mütəmadi baxılmalıdır. İstər orfoqrafik normadır, istər orfoepik normadır. Məsələ fərqi nədədir? Yəni əsas məsələ ondan ibarətdir ki, bəzən şagirdlər, yaxud da tələbələr elə bilirlər ki, necə yazılırsa o cürə tələffüz edəsəm daha doğrudur. Yaxud da bunun əksini də rast gəlmiş. Bugün bizim həyatımızın ayrılmaz parçası olan telefon sözünü düzgün tələffüz eləyən ətrafımızda adama rast gələ bilmirik. Bəziləri telefon deyir, bəziləri telefon deyir və s. Yəni ən sadədə gündəlik istifadə etdiyimiz sözləri biz baxsaq, telefon deyənlər var və s. Yəni yaxud da biz radioya, televiziyaya qulaq asmış olsaq, görəcəyik ki, diktorlarımız belə ana dilindən düzgün istifadə eləmirlər. Mənim yadımdadır, mən şagird olanda hər bir ailədə, hər bir evdə Azərbaycan radiosu reproduktorlar vasitəsilə yayımlanırdı. Biz düzgün nitqi oradan eşidirdik. Bizim diktorlarımızın nitqi mükəmməl Azərbaycan dili idi. Amma bugün tam bir şagird atasının avtomobilində gedərkən Azərbaycanın hər hansı bir radiosunu dinləmiş olur. Oradakı diktor ya əcnəbi dilin aksenti ilə danışır, yaxud da belə deyək ki, küçə danışığını orada nümayiş elətdirilmiş olur. Yəni şagird bir nümunə görə bilmir. Fürsətdən istifadə edib qeyd eləmək istəyirəm ki, bu yaxınlarda Real FM fəaliyyətə başladı. Real 107 FM və sizin dediyiniz Azərbaycan dilinin normalarına əməl eləyən aparıcıları Real FM-də eşitmək mümkündür. Bu məsələlərə həddindən çox diqqət yetiririk. Tələbələr nitq prosesində ən çox hansı nöqsanlara yol verirlər və bu nöqsanları aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirmək mümkündürmü? Əvvəlcə nöqsanlardan danışaq, sonra o tədbirlərdən danışaq. Yəni mən öz müşahidələrimi burada qeyd eləmişəm. Məsələn, biz elə bilirik ki, şagirdlər namusla sözünü məsələn düzgün tələffüz edirlər, amma əslində diqqətlə baxanda düşünməliyik ki, lalə
deməli şəkilçisi yaxud da ilə formasını deyək ki, qoşmasının qısaldılmışı nan kimi tələffüz olmalıdır. Namusla yox, namusla. Və cəmiyyətdə bəzən bu mübahisə də doğurur ki, yazıldığı kimi tələffüz olunmalıdır, yoxsa doğru orfoepiya normaları tətbiq olunmalıdır. Bunun üçün ilk növbədə əlimizdə orfoepiya lüğəti olmalıdır ki, istinad mənbəyimiz olsun. Yaxud da deyək ki, biz tutam Facebookda, yaxud da digər sosial şəbəkələrdə gündəlik bir 10 sözün, gündəlik istifadə etdiyimiz 10 sözün deyək ki, doğru tələffüzünü və yazılışını paylaşmalıyıq. Yaxud da YouTube-da və s. bir kanalda, yəni bunu həyata keçirmək olar. Çünki sosial şəbəkələrin müasir gənclərə təsiri hətta valideyndən, televiziyadan belə çoxdur. Yaxud da digər bir şey deyim, məsələn, rəsm sözünü, yaxud da deyək ki, zülm sözünü şagirdlər elə bilirlər ki, ora sait əlavə etdikdə daha doğru tələffüz olunur. Onu rəsm kimi, zülm kimi tələffüz eləyirlər. Amma əslində bu, deməli, ona bir samitlə başlayan şəkilçi artırdığımız zaman saitə ehtiyac meydana gəlir tələffüzdə. C-ç samitlərinin tələffüzü bizim, yəni cəmiyyətimizdə böyük bir problemdir. Onun deməli müxtəlif variasiyalarda tələffüz edirlər, amma doğru C səsini yaxud da Ç səsini biz eşidə bilmirik. Daha sonra cümlə özündən ardıcıllığı tələffüzdə, ümumiyyətlə nitqdə pozulmuş olur. Bunun üçün biz ilk növbədə çalışmalıyıq ki, şagirdlərimiz daha çox yazsınlar. Yazdıqları zaman onların vaxtları olur ki, öz nitqlərini müəyyən bir qaydaya salsınlar. Və bu qaydaya salma prosesində onlar düşünürlər və bilirlər ki, birinci mübtəda, sonra ikinci dərəcəli üsullar, sonra isə xəbər gəlməlidir. Yaxud da həmciz xəbərlərdə, hətta balaca mətnlərin içərisində cümlələrdəki, xəbərlərdəki zaman uzlaşması pozulur. Yəni görürsən ki, indiki zamandan sonra avtomatik keçmiş zamana keçdi, yaxud da keçmiş zaman bir formasını işlədib, şuuri keçmiş, arxasıca nəqli keçmiş işlədir. Bu prosesə rast gəlirik. Əsas da söz ehtiyatının zəif olması. Söz ehtiyatı ona görə zəifdir ki, şagirdlər mütaliə eləmirlər. Mütaliə prosesi yoxdursa, söz ehtiyatı da zəif olur və bir abzası oxuyanda bir cümlənin arxasıca gələn cümlədə də eyni sözün təkrarlandığı görülür. Yəni şagirdlər sinonim axtarmaqda əziyyət çəkirlər. İndi təhsil əmsallarından danışaq. Məsələn, əvvəllər müəllimlər xüsusi dəftərlərdən istifadə edirdilər ki, şagirdlər yeni sözü öyrənərkən onun sinonimini, antonimini və məna açıqlamasını yazırdılar öz dəftərlərinə. Yəni, bu, onların söz ehtiyatının zənginləşməsinə də gətirib çıxarırdı. Yəni, şagird artıq yeni sözün mənasını da öyrənmiş olurdu. Eyni zamanda onun sinonimini və antonimini də gələcək nitqində tətbiq etmək imkanı əldə eləmiş olurdu. Yəni, biz çalışmalıyıq ki, keçmiş, deyək ki, ənənənin üstünə tamamilə xətt çəkməyək. Müasiri qəbul eləyək, dünyanın təcrübəsini əldə edək, onu öyrənək, tətbiq edək. Amma keçmişdə olan mütərəqqi xüsusiyyətləri də aradan qaldırmaq lazım deyil. Məsələn, bugün əgər siz orta məktəb proqramına baxsaz, ifadə yazıya rast gələ bilməyəcəksiniz. Esse gözəldir, layihə hazırlamaq gözəldir, amma ifadə yazı şagirdin yaddaşını möhkəmləndirirdi. Bu gün deyirik ki, güya o əzbərçiliyə yol açır deyə ifadəni biz aradan qaldırırıq. Amma deyək ki, əzbər mətnlərin yazılmasıdır, ifadə yazılardır, hər hansı bir şeirin nəsrə çevrilməsi prosesidir. Şagirdlərin nitq vərdişlərini formalaşdırmaqda əsas təsir edici əmsallardandır. Bundan istifadə eləməlidir müəllim. Fürsətdən istifadə edib bir haşiyə çıxmaq istəyirəm Əziz ağa müəllim. Bir qədər əvvəl də qeyd elədiniz ki, tələbələrin bəziləri elə bilirlər ki, mətni yazıldığı kimi oxumaq daha doğrudur. Cəmiyyətdə bu cür fərdlərə çox rast gəlir. Hətta kütləvi informasiya vasitələrində də belə insanlar var, televiziyalarda, radiolarda. Belə bir tendensiya bir müddət əvvəl yarandı ki, insanlar düşünürlər ki, üzündən yazıldığı kimi oxumaq savadlı oxunuşdur. Bununla bağlı tələbələr hər hansı bir qeydlər olunurmu ki, bu doğru deyil, əslində orfoepiya normaları var, bu normalara riayət etmək daha doğrudur? Çox maraqlı bir məsələyə toxundunuz. Yəni, Ulu öndərimiz Heydər Əliyevin xüsusi göstərişi ilə Azərbaycanda bütün ali məktəblərdə ixtisasından asılı olmayaraq nitq mədəniyyəti fənni tədris olunurdu. Və nitq mədəniyyəti fənnini tədris eləyərkən müəllimlərin qarşıya qoyduğu məqsədlərdən biri də ixtisasından asılı olmayaraq hər kəsin Azərbaycan dilindən düzgün istifadə etməsi idi.
Bunun üçün də müəyyən bir dərslər ifadəli oxu hissəsinə ayrılırdı və ifadəli oxunu təkcə yəni 2 dərslə mən keçib onu bitirməli olmamalıyam. Yaxşı olar ki, dərsdən kənar saatlarda da bir yarışlar təşkil olunsun. Şagirdlər arasında ifadəli oxunun deyək ki, daha məharətli nümayiş etdirənləri təltif olunsunlar və bu zaman biz daha doğru tələffüz normalarına rast gəlmiş olacaq. Amma bir yax qeyd elədiyim kimi, əgər bizim əlimizdə orfoepiya lüğəti yoxdursa, mübahisələri gətirib çıxaracaq. Amma təsdiqlənmiş normalar var. 2021-ci ildə yeni normalar təsdiqləndi və bu normalarda sizin bayaq qeyd elədiyiniz, məsələn, lalə şəkilçisidir və s. və axır bir çox məsələlərdə artıq dəqiq qaydalar göstərir. Sözsüz, məsələn, şeir olmalıdır, yoxsa şeir olmalıdır tələffüsü. Lalənin dediyim kimi nandən olmalıdır və bəzən olur ki, şagirdlər nəyə görə yazıldığı kimi oxumağa daha çox üstünlük verirlər. Məsələn, nandən tələffüsü dan şəkilçisinin də tələffüsündə, la şəkilçisinin tələffüsündə də eyni formada olacaq və bu zaman vurğuya da xüsusi önəm verilməlidir. Yəni, bizim ayrıca vurğu lüğətimiz var, ona diqqət yetirmək lazımdır. Bəzən olur ki, vurğunun yerini dəyişməklə məna dəyişiyinə gətirib çıxara bilir. Hətta olur ki, şagirdlər oxuyarkən, yəni üzündən oxuyarkən, deyək ki, ehtimalla oxuyurlar deyə, bəzən eskalator sözünü ekskavator kimi də oxuya bilərlər. Və bu zaman biz çalışmalıyıq ki, elə metodlardan, üsullardan istifadə eləyək ki, bir cümlənin içərisində, yaxud yanaşı cümlələrin içərisində 2 ayrı-ayrı sözün ikisini də işlətmiş olaq ki, heç olmasa dərsdə şagirdlər bunun fərqini olduğunu anlamış olsunlar. Yəni, mən bir nümunə gətirim, bundan yəni bir 10-15 sözdən istifadə edə bilər. Müəllim hər çalışmaları bunun əsasında təşkil edə bilər. Elə bir qədər əvvəl dediyiniz kimi söz bazasının olması bu baxımdan çox önəmlidir. Düzgün nitqin formalaşmasında kütləvi informasiya vasitələrinin rolunu nədə görürsünüz? Media bunu necə etməlidir? Kütləvi informasiya vasitələri adından da göründüyü kimi, yəni kütləyə təsir göstərmək bacarığına malikdir. Bu gün kütləvi informasiya vasitələri deyək ki, müxtəlif aktual formalara keçib. Yəni artıq qəzetin, jurnalın gənclərə təsir qüvvəsi demək olar ki, yox səviyyəsindədir. Yəni bu gün biz metroya endiyimiz zaman, avtobusda getdiyimiz zaman heç bir gəncin əlində artıq qəzetə, jurnala rast gələ bilmirik. Bunun əvəzində hər kəsin əlində telefon var. Və hər kəs telefon vasitəsilə sosial şəbəkələrə daxil olur və qəzetlərin özlərinin də saytları mövcuddur. Böyük həcmli məqalələri heç kəs oxumur. Maraqlı başlıqlara rast gəlirik. Biraz oxuyandan sonra artıq yəni əsas mətləbi biz yəni xoşlayırıq axı sonda verək. Yəni şagird baxır ya tələbə baxır ki, bu o qədər də maraqlı deyil, keçir üzərinə. Qısa məqalələr şəklində maraqlı materialları təqdim etmək lazım və gözəl Azərbaycan dilində. Və buna görə də istər qəzetlərdə, yəni sosial şəbəkələrin də deyək ki, ola bilər ki, belə hal olsa onunla da ayrıca danışarıq. Yaxşı olar ki, saytların özlərinin güclü Azərbaycan dili redaktorları olsun. Yəni redaktorlar müəlliflərin gözəl yazılarını daha gözəl formaya salmış olsalar, daha çox diqqət cəlb eləyəcək və düzgün Azərbaycan dili qaydalarını biz böyük bir cəmiyyətə aşılamış olacağıq. Və vaxt gələcək ki, artıq deyək ki, cəmiyyətin içərisində belə deyəcəklər. Bu cür nə demək daha doğrudur. Yəni bunu bu sözlə əvəz eləsən daha yaxşı olar. Çünki mən bunu bu şəkildə oxumuşam. Yəni bu şəkildə biz elə eləməliyik ki, bizim cəmiyyətdə bu mövzuda mübahisələr getsin. Bəli, bu dəb halını alarsa daha yaxşı olar. Siz yaxşı qeyd elədiniz ki, yaxşı redaktorların olması çox önəmlidir. Dövlət Dil Komissiyası yanında monitorinq mərkəzinin saytlarda, qəzetlərdə keçirdiyi monitorinq nəticələrinə əsasən də demək olar ki, bugün sizin dediyiniz həmin o redakta məsələsində də ciddi problemlər var. Bəs sosial şəbəkədə nitq normalarının pozulması nədən qaynaqlanır? Bunun qarşısını necə almaq olar? Necə düşünürsünüz? Mənim fikrimcə bunun 3 əsas səbəbi var. Bir, deməli, vaxta qənaət eləmək istəyirlər. 2, deməli, bu çalışırlar ki, yəni fikirlərini daha qısa şəkildə ifadə eləmiş olsunlar və elə düşünürlər ki, mənə nəzarət yoxdur, necə istəsəm yaza bilərəm. Bəli, hətta deyirlər ki, o şəxsi səhifəmdə özüm bilərəm, necə eləyirəm. Əgər biz, məsələn, Facebookda kiminsə bir statusunda, yaxud da statusu yazılmış şərhində, rəyində müəyyən bir səhvi görəriksə, öz dostumuza, şəxsiyə
sən orada filan səhvi buraxmısan, bu səhvi düzəlt, bunu belə yazsan daha yaxşı olardı deyə müraciət eləsək, qoy bir dəfə bizdən incimiş olsun. Amma bunu hamımız eləmiş olsaq, təsəvvür edin ki, bizim sosial şəbəkələrimizdəki yazılar necə gözəl olar. Mən bir nəfər həmkarımın öz tələbəsi ilə deməli danışığını təsadüfən şahid olmuşdum. Yəni bunların söhbətini. Müəllim tələbəsinə deyir ki, sən mənə məlumatı göndərmişdin və orada 3 dənə səhv buraxmısan. Bir vergül səhvi, bir orfoqrafik xəta, bir də ki, filan sözü rus dilində yazmısan. Deyir, ay müəllim, mən sadəcə düşündüm ki, yəni sizə məlumatı ötürürəm. Mən yazdım, siz də başa düşdünüz. Deyir, yox, sən müəllim olacaqsan, özü Azərbaycan dili müəllimi. Sən gələcəkdə öz şagirdlərinə də bu şəkildə yazsan, onlar elə düşünəcəklər ki, Azərbaycan dilinin qayda və normaları elə bu şəkildədir. Təsəvvür edin ki, biz həmkarlar bir-birimizə yazdığımız zaman bunları eləsək, necə yaxşı olar? Bir də xəta məsələsinə toxunmaq istəyirəm. Bəzən də texniki xətalar olur. Yəni biz bilirik ki, barmağımızla bir hərfə bastığımız zaman yanındakı hərf məsələn orada gələ bilir və bu səhvi də çox zaman görmədən biz göndəririk, yaxud da sonradan fərqinə vardığımız zaman da onu düzəltmirik. Əgər biz yazımızı göndərməmişdən öncə özümüz bir redaktə edib sonra yollasaq, bax bu zaman bizim nitqimiz daha kamil olar. Bəli. Yoxsa səhvlər beyində möhkəmlənir, düz kimi biz onu bir müddətdən sonra qəbul eləməyə başlayırıq. Qeyd etdiniz ki, mütaliə çox önəmlidir. Bəs kitabxanaların Azərbaycan ədəbi dilinin tətbiqində, təbliğində rolu nədən ibarətdir? Kitabxanaların rolu böyükdür. Daha doğrusu kitabın rolu böyükdür. Yəni biz əgər ədəbi dil tariximizə baxsaq, görəcəyik ki, ədəbi dil sözünün bəzən sinonimi kimi, kitab dili kimi işləndiyini də rast gəlmişik. Yəni ədəbi dilin sinonimi olaraq kitab dili işlənmişdir vaxtikən. Deməli, kitabın dili daha doğrudur. Müəlliflər çünki yazı zamanı şifahi nitqə nisbətən öz nitqlərinə daha məsuliyyətlə yanaşmış olurlar. Və oxucu auditoriyası toplamaq üçün dildən daha gözəl şəkildə istifadəyə cəhd edirlər. Deməli, kitabın imkanları genişdir, amma bu gün biz əgər sosial apros keçirsək, yəni sorğu keçirdiyimiz zaman 10 nəfəri biz həmin sorğuya cəlb etsək ki, sonuncu dəfə nə vaxt kitabxanada olmusan, bəlkə də əgər o qabağımıza çıxan tələbə yaxud da doktorant deyilsə, o suala cavab verə bilməyəcək. Xüsusi bir zərurət olmadan insanlar kitabxanaya getmir. Deməli, kitabxanaların indi qarşısında məqsəd durmalıdır ki, oxucu kitabxanaya gəlməsin, kitabxana oxucuya tərəf getmiş olsun. Bunun üçün müxtəlif metodlardan istifadə eləyə bilərlər. Məsələn, pulsuz kitab paylaya bilərlər, oxu günləri təşkil eləyə bilərlər, yaxud da hər hansı bir digər tədbirləri biz kitabxanalarda keçirə bilərik. Kitabxanalarımız bugün bizim ənənəvi kitabxana ilə yanaşı, yaxşı olar ki, bir deyək ki, book kafelər formasında mövcud olsun ki, gəncləri ora cəlb etmək mümkün olsun. Və nə qədər çox gəncimiz kitab oxumuş olsa, onlar gələcəyin valideynləridir. Onların evladları da görəcək ki, mənim valideynim kitab oxuyur, onlarda da həvəs yaranacaq və beləliklə biz kitabxanaların da cəmiyyətimizə yenidən qayıtmasına şərait yarada biləcək. Bu gün orta məktəblərlə kitabxanalar arasında mütləq əlaqələr qurulmalıdır. Yəni tədbirlərdə hər hansı bir tədbir keçirilsə, yaxın kitabxana gəlib orada bir yaxşı olar ki, sərgi hazırlasın. Yaxud da ki, hər hansı bir yazıcı ilə, şair ilə, yəni bu dövrün dedektiv belə yazarı ilə görüşü keçirdiyimiz zaman kitabxanaya gələn şagird bir başqa kitaba da həvəs göstərmiş olacaq. Mən təşəkkür edirəm sizə. Çox sağ olun. Və tamaşaçılar üçün bir daha xatırlatmaq istəyirəm ki, biz bugün tədrisdə Azərbaycan dilinin saflığının qorunması məsələsindən danışdıq. Mövzu ilə bağlı danışmaq üçün qonağımız isə Sabah qruplarının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzzağa Nəcəfov idi. Redaktor verilişi öz işini yekunlaşdırır. Aparıcı mən idim Kəmalə Mustafayeva. Redaktor verilişini isə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Real Televiziyası ilə birgə təqdim edir. Sözünüz, sualınız, təklifləriniz varsa bizi sosial şəbəkə hesablarımızda tapın və suallarınızı, təkliflərinizi bizə ünvanlayın. Hələlik.